Hər vaxtınız xeyir dəyərli izləyicilər. Artıq bir həftə olar ki, video paylaşmadım və nəhayət yenidən vlog çəkməyə qərara gəldim. Və burada da İncinin baxım məhsullarını görürsüz. Biz səhər açan kimi İnci xanımın saçlarını darayırıq, altını dəyişirik, paltarını dəyişirik. Daha sonra günə başlayırıq. Təbii ki, bununla da bitmir. Keçid edirik ona səhər yeməyi hazırlamağa. Əlbəttə ki, birinci onun qarnını doyurmalıyıq. Və biz kabritanın qarabaşallı sıyığından istifadə edirik son vaxtlar. Tərkibində həm ərik, həm də alma var. Bu da həzm sisteminə kömək edir. Eyni zamanda Türkiyədən gətirdiyim həmin məhsulları da əlavə edirəm. Bura aiddir xurmanın bəkməzi, daha sonra biraz zeytun yağı və ən sonda da rüşeymli irmik əlavə edirəm, yəni rüşeymli manna. Ən sonda əlavə etməmin səbəbi isə odur ki, rüşeym özü çox qidalı bir maddədir. Daha doğrusu qida növüdür belə deyək və əgər çox istiyə məruz qalarsa, bu zaman tərkibindəki ehtiyat qida maddələri məhv olur. Və İnci balamız burada qəşəng öz yeməyini nuş edir. Son vaxtlar yeməkdə hər hansı bir problem elə də yaşamırıq. Yəni bəzən elə olur ki, yeyir, amma çox ürəklə yemir ya da ağzını açmır. Uzun müddət çalışırıq ki, o ağzını açsın, yemək yesin və s. Ya da çox fərqli bir qida yeyəndə biraz ağzını büzür. Bunlar da çox normal hallardır. Önəmli olan yediyi qidanı, yəni heç yeməməsində məncə zamanla öyrəşəcək. Və yeyib içib biraz əyləndikdən sonra İncini çıxardıram çöldə yatıstırmağa. İnci demək olar gün ərzində hər dəfə çöldə yatır. Hətta axşam saatlarında da çöldə yatmaq istəyir. Yəni çöldə yatmayanda çox əsəbi olur. Yəni evdə yatıstıra bilmirik demək olar ki. Burada da onun kirlənmiş qab-qaşıqlarını, butulkalarını yuyuram. İnci xanımın günorta yeməyinin vaxtı gəlib çatmışdı. Mən də kartof püresinə biraz zeytun yağı əlavə edib yedizdirməyə başladım. Bugün nəsə biraz zəif yedi bunu, amma normalda çox bəyənir. Və ən sevimli oyuncaqlarından biri olan Maşa ilə də gördüyünüz kimi burada döyüşür. Son vaxtlar Maşanı çox döyməyə başlayıb. Maşaya biraz yazığım gəlir. Axşam saatlarında şəhərdə kiçik bir işimiz var idi və işlərimizi həll etdikdən sonra yollandıq Rossmana. Rossmanda gözəl endirim kampanyaları var. Black Friday-yə özel. Bizə lazım olan 2-3 ədəd lazım məhsulları alıb çıxdıq. Və ertəsi gün artıq 29 noyabr idi. Bu səbəbdən mən öz ad günümə hazırlaşmağa başladım. Qəbul etdikdən sonra üzümü pilinglə təmizlədim. Daha sonra enzim pudra ilə yenidən təmizlədim və üzüm bəmbəyaz oldu. Daha sonra isə bədən baxımında Victoria's Secret bədən üçün losyonlu və bədən üçün spreyini istifadə etdim. Doğrudan da çox qalıcı oldu. Gün boyu qaldı mənim bədənimdə. Əgər orta şirinlikdə və baş ağrıtmayan qoxuları sevirsinizsə, bu seriya tam da sizin üçündür. Biz normalda bütün ad günlərini evdə qeyd edirik. Sadəcə bu dəfə qərara gəldik ki, ayın 19-u anamın ad günü olmuşdu və 10 gün sonra da mənim ad günüm idi. Anam öz doğum gününü evdə qeyd etdiyi üçün düşündük ki, bu ildə biraz dəyişiklik olsun və biraz da rahat olsun anam üçün. Qərara gəldik ki, kiçik bir yığıncaq edək və burada ad günümü rahatlıqla qeyd edək. Çünki anam çox əziyyət çəkir. Düzdür, həmişə deyir ki, mənə xoşdur, heç bir problem yoxdur. Ancaq biz görürük ki, o doğrudan da bu ad günlərini keçirəndən sonra bir xeyli müddət özünə gələ bilmir. Çünki öncədən həm ev təmizləyir, daha sonra yeməkləri hazırlayır və qonaqlıq bitəndən sonra da yenidən bişirdiyi həmin o qab-qaşıqları yuyur və başlayır yenidən ev təmizləməyə və ekstra yüklənmə olur. Və anam eyni zamanda həm də işləyir, müəllimədir. Və müəllimlik də bildiyiniz üzrə çox məsuliyyətli bir işdir. Yığıncaqda xalam Gil, qaynanam və nənələr də iştirak etdi. Çox sevindim hər birinin gəlməyinə. Gələn ayaqları var olsun. Restoranı isə seçməkdə əslində mənə o qədər də çətinlik olmadı. Sadəcə Google-da biraz axtarış etdim və ən çox bəyənilən restoranın Novbahar olduğunu öyrəndim.
Təxminən bir həftə öncədən yoldaşımla gəldik, restorana baxdıq və hər şeyin ürəyimizcə olduğunu gördük. Qiymətlər də məncə orta dərəcədə idi və nəzərə alsaq ki, mərkəzə yaxın hissələrdə bir restorandır. Buradakı qiymətlər nə çox uyğun idi, nə də çox baha. Tam orta segmentdə idi. Biz belə düşünürük ən azından. Ən önəmlisi personal çox gülərüzlü idi və sanitar qovşağa da baxdım, tərtəmiz idi. Yeməklər də elə oradaca hazırlanıb isti-isti önünüzə qoyulurdu. Dadlarına da söz ola bilməz. Hanımlar ve canlar, akşamınız xeyir olsun bir daha. Bugün bizim aramızda bir hanımın doğum günüdür. Yani tabii ki yığışma sebebimiz olan. Güler Hanım, sizi tebrik ederim yeni yaşınızda. İnşallah yeni yaşınız bol bol gelmesin. Acınız bol olsun. Durumu var. Yeni yaşınız münasebetiyle. Sıradaki bağlantılarınız için gelsin. O cümleler bütün sevmenlere, sevilenler için gelsin. Ve gecenin son mansıyla ben sizlerle sağollaşırım. İnşallah yeniden görüşmek dileğiyle. İndi isə sizə xalam oğlunun yoldaşı Günayın mənim üçün hazırlamış olduğu bu hədiyyəni göstərmək istəyirəm. Türklər buna kahve və kahve yanı bardağı deyir və yanında lokumlu ilə birlikdə servis olunur. Bu qəşəng gülləri də mənə atam və həyat yoldaşım hədiyyə etmişdilər. Son olaraq bu qəşəng sırğaları sizə göstərmək istədim. Aysel nənəsi İncinin 7 ayına özə nənəsi və babası belə bir qəşəng sırğalar aldılar. Sağ olsunlar. İnşallah bir neçə aya qulağına taxacaq. Belə gözəl videolardan xəbərdar olmaq üçün kanalıma abunə olub məni izləməyi və like etməyi unutmayın.